Salam əziz həmkarlar. Biz bugün öyrənirik ekologiya. İndi canlı orqanizmlərin yaşayış mühitləri ekoloji amillər. Canlı orqanizmi əhatə edən hər bir şey yaşayış mühiti adlanır. Deməli, yaşayış mühiti nə oldu? Canlı orqanizmi əhatə edən hər bir şey. Yaşayış mühiti adlandı. Ümumilikcə ekoloji amil, əvvəlcə görək ekologiya nədir? Ekologiya canlı orqanizmin biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsini öyrənir. Yunanca oikos ev, yaşayış, məskən deməkdir. Ümumilikcə ekoloji amillər 3 qrupa bölünür. Abiotik, biotik, bir də antropogen. Abiotik amil nədir? A. İnkar, bios həyat. Yəni, abiotik amil orqanizmə təsir göstərən cansız təbiət. Məsələn, bunlara nə aiddir? İşıqdır, rütubətdir, atmosfer təzyiqidir, daha sonra torpağın nəmliyidir, temperaturdur. Bunlar abiotik amillərdir. Torpağın nəmişliyi və aerasiyası, Yunanca aer hava deməkdir. Daha sonra gəlir biotik amillər. Biotik amillər canlı orqanizmin biri-birinə təsiridir. Yəni, canlının canlıya təsiridir, münasibətidir. Canlı orqanizm arasında baş verən qarşılıqlı münasibətdir. Bunlara əsasən bitkilərin həşəratlarla tozlanması, simbiyoz, parazitizm, bunlar hamısı, məsələn, rəqabət, yırtıcılıq, bioloji amillərdir. Bəs antropogen amillər nədir? Antropos insan, genis doğulma deməkdir. Yəni antropogen amildə burada insanın canlı təbiətə göstərdiyi təsirdir. Bu da olur antropogeniz amil. Daha sonra ekoloji amillərin orqanizmində təsir intensivliyi var. Ümumilikcə biz bilməliyik ki, mühit amilləri orqanizmə kompleks təsir göstərir. Yəni, hər bir amilində dözümlüyün aşağı, bir də yuxarı həddi var. Məsələn, aşağı dözümlü həddi, bir də yuxarı dözümlü həddi. Növ üçün müəyyən dözümlülük həddindən kənara çıxma da məhdudlaşdırıcı amil adlanır. Ümumilikcə, bizə burada amilin, növün, həyat fəaliyyəti üçün əlverişli intensivliyi, optimum intensivlik və optimum adlandırıb. Və optimumdan uzaqlaşdıqca orqanizm zəifləyir və hətta ölümü ilə nəticələnə bilir. Məsələn, misal olaraq sizə nümunə baş kələmi çəkib. Baş kələmin optimal inkişaf temperaturu 15 və 18 Selsidir. Yəni bu deməli, optimumdan uzaqlaşdıqca nə eləyir? Orqanizm zəifləyir. Bunu bildik. Baş kələmin optimal inkişaf temperaturu da 15-18 Selsi oldu. Yəni, amilin təsiri optimuma nə qədər yaxın olarsa, orqanizmin həyat prosesi bir o qədər əlverişli olar. Məsələn, burada sizə orqanizmin dözümlülük həddi verib. Məsələn, burada S orqanizmin dözümlülük həddidir. Yəni, optimum intensivlikdir. Buradan uzaqlaşdıqca optimumdan orqanizm zəifləyir, şəkildə görsəniz və ölümlə nəticələnir. Deməli, uzaqlaşdıqca əvvəlcə stress mərhələsi keçirir, daha sonra məhv olma mərhələsi keçirir. Və hər bir amilin maksimal, bir də minimal kritik həddi mövcuddur. Orqanizm üçün yaşama sərhəddi də, yəni maksimal və minimal kritik həddi mövcuddur və bunun yaşama sərhəddi də dözümlülük həddi adlanır. Məhdudlaşdırıcı amili də bildik ki, növ üçün müəyyən dözümlülük həddindən kənara çıxma məhdudlaşdırıcı amildir. Yenə deyirəm, mühit amilləri orqanizmə kompleks sürətlə təsir edir. Hər bir növün müəyyən amilin təsirinə qarşı dözümlülüyün aşağı və yuxarı həddi var. Yəni, minimal, bir də maksimal həddi var. Belə hədlər ayrı-ayrı növlər üçün müxtəlif olur. Və arada onlardan kənara çıxma baş verir ki, bu da növün ölümü ilə nəticələnir. Növ üçün müəyyən dözümlülük həddindən kənara çıxma məhdudlaşdırıcı amil adlanır. Və insan özünə yaşayış şəraiti qurmaqla
onun müsbət 50-yə, mənfi 70 selsiyə qədər dözür. İnsan üçün optimum intensivlik müsbət 50-dir, mənfi 70-dir. Müsbət 50-dən yuxarı olarsa, mənfi 70-dən aşağı olarsa, məhdudlaşdırıcı amildir artıq. Amilin təsiri optimuma nə qədər yaxın olarsa, orqanizmdə həyati proseslər bir o qədər əlverişli olar. Amma optimumdan uzaqlaşdıqca orqanizm zəifləyir və ölüm ilə nəticələnir. Daha sonra mühitin abiotik amilləri var. Quru orqanizm üçün işıq, temperatur, rütubət bunlar abiotik amillərdir. Birinci işığı öyrənək. İşıq yer üzərində əsas işıq mənbəyi günəşdir. Və işıq spektri özü 3 yerə bölünür. Ultrabənövşəyi, görünən işıq, bir də infraqırmızı işıq. Neçə yerə bölündü? 3. Ultrabənövşəyi, görünən, infraqırmızı. Birinci ultrabənövşəyiyə baxaq. Baxın, ultrabənövşəyi işıq özü də 2 yerə bölünür. Qısa dalğalı, bir də uzun dalğalı. Kitabda bu verilməyib, bunu qeyd edin. Adı verilib, amma dərəcəsini verməyib, belə deyim. Qısa dalğalı 0,29 mikrometrdən az olan şüalardır. Canlılar üçün öldürücü təsirə malikdir. Ozon qatı tərəfindən tutulur, yerə gəlib çatmır. Zülalların denaturasiyasına səbəb olur. Uzun dalğalı şüalar 0,30 və 0,40 şüalar yüksək dozası öldürücü təsir göstərsə də, az miqdarda D vitaminin əmələ gəlməsində iştirak edir. Bu da olur uzun dalğalı şüalar. Daha sonra görünən şüaları öyrənirik. Ümumilikcə, görünən şüalarda 0,40, 0,75 mikrometr bu atmosfer tərəfindən demək olar ki, tutulmur. Heyvanların əksəriyyəti bu şüaları görür. Fotosintez prosesində istifadə edilir. Əsasən, görünən şüanın qırmızı rəngindən fotosintez şüalarında istifadə olunur. Daha sonra infraqırmızı şüaları öyrənirik. İnfraqırmızı şüalar da 0,75 mikrometrdən çox olur. İstilik mənbəyi olub, soyuqqanlı heyvanların fəaliyyətini artırır. İnsan gözü tərəfindən qəbul edilmir. Deməli, yenə təkrarlayırıq. Dedik ki, işıq əsasən özü ultrabənövşəyi, görünən, bir də infraqırmızı şüalara bölündü. Ultrabənövşəyi də 2 yerə bölünür. Qısa dalğalı, uzun dalğalı. 0,29 mikrometrdən az olanlar qısa dalğalıdır. Ozon qatı tərəfindən tutulur, yerə gəlib çatmır, zülalları denaturasiyasına səbəb olur. Uzun dalğalı da 0,30-0,40 mikrometr. Əsasən bu şüalar yüksək forması öldürücü təsirə malikdir. Orqanizmdə D vitaminin əmələ gəlməsində iştirak edir. Görünən şüalar 0,30, 0,40, 0,75 atmosfer tərəfindən tutulmur. Görünən işıqların qırmızı spektrindən fotosintez prosesində istifadə edilir. Əksəriyyət heyvanlar da bu görünən işıqları görə bilirlər. İnfraqırmızı şüalar əsasən 0,75 mikrometrdən çoxdur. İnsan gözü tərəfindən qəbul edilmir. Soyuqqanlı heyvanların fəallığını artırır. Əsasən istilik mənbəyidir. Daha sonra temperatur. Əksər orqanizm üçün temperaturun yuxarı həddi müsbət 40, mənfi 45 selsi olur. Əsasən, yəni müsbət 40-45 selsi dərəcəyə qədər olur. İstiqanlı heyvanlarda 0 selsi temperaturda həyat fəaliyyəti zəifləyir və hətta ölümə qədər gətirib çıxara bilir. Və dəniz səviyyəsində yuxarıya qalxdıqca hər 100 metr yüksəklikdə temperatur 0,5 selsiyə azalır. İstənilən orqanizm yalnız müəyyən temperaturda yaşaya bilir. Daha sonra rütubət, əsasən rütubət tələbatı ilin fəsillərindən, insanın yaşayış yerlərindən asılıdır. Rütubətə görə uyğunlaşmalar var bir sıra canlılarda. Məsələn, bəzi səhra bitkiləri, buna qumluq vələmiri, dəvətkanlı göstərə bilərik ki, güclü kök sistemi var. Çoxillik otlarda yerüstü hissələri quruyur. Yarpaqların yayda tökülməsi tropik meşələrdə bir sıra bitkilər. Buxarların azalması üçün
Yarpaqların yayda tökülməsi dedik tropik meşələrdə, buxarlanmanın azalması üçün yarpaqların tikan şəkildə olması, qalınlaşması, mum tükcüklərlə örtülməsi, bədəndə yağ ehtiyatının toplanması, məsələn, dəvələrdə, səhra gəmicilərində, bəzi heyvanların gecə həyat tərzinə keçməsi, səhra heyvanlarında dəri keçiriciliyin az olması. Ümumilikcə yadınızda saxlayırsınız. Quraqlıq dövründə bitkilərin quruması nəticəsində yem çatışmamazlığı yaranır ki, bu zamanda bəzi gəmiricilərlə tısbağalar yay yuxusuna gedirlər. Yay yuxusunda da maddələr mübadiləsi zəifləyir, inkişaf prosesləri dayanır. Deməli, yay yuxusuna nələr getdi? Gəmiricilərlə tısbağalar. Daha sonra təbii birliklər və ekoloji sistemlərə baxırıq. Ümumilikcə, təbiətin ayrı-ayrı növlərə aid olan fərdlər tək-tək deyil, qruplar şəklində yaşayırlar. Uzun müddət ərzində müəyyən ərazidə bircə yaşayan belə qruplar təbii bitkilər və ya biosenozlar əmələ gətirir. Biosenozun strukturu bircə yaşayış sahəsində biosenozu təşkil edən ayrı-ayrı növlərə məxsus populyasiyalar arasında müəyyən münasibətlər, məsələn, rəqabət ola bilər, yırtıcı, şikar, parazit, simbiyoz formaları və s. Bizə misalda enliyarpaq meşəsinin əsasən nəyin göstərib? Yarusların göstərib enliyarpaq meşəsi. Enliyarpaq meşəsində 5 dənə yarusdan ibarətdir. Birinci yarus, ikinci yarus, üçüncü yarus, bir də 4 və 5-ci yarus. Ümumilikcə, baxaq, birinci yarusa ağaclar aiddir, ikinci yarus da ağaclardır, üçüncü yarus kollardır, dördüncü yarus otlardır, beşinci yarus mamır və şibyədir. Bu görünən hissəsidir. Amma kök yarusunu soruşsa, deyəsiniz ki, 4 yarus var. Çünki mamır və şibyədə, yəni 5-ci yarusda kök yarusu olmur. Birinci yarusa palıtdır, qarağacdır, göyrüşdür, fıstıqdır. İkinci yarus quşarmududur, meşəgilasıdır, ağcaqayındır. Üçüncü yarus məsələn kollar itburnudur, yemşandır, fındıqdır, murdarçadır. Dördüncü yarus otlar, inci çiçəyi, erkək qışı, qarğa soğanı. Beşinci yarusa da mamırlarla şibyələri misal göstərə bilərik. Deməli, ekoloji sistem. Yaşayış mühiti ilə birgə götürülmüş canlıların istənilən təbii birlikləri, biosenozları, ekoloji sistemləri, biogeosenozları əmələ gətirir. Ümumilikcə, bu ekoloji sistemlərdə maddələr və enerji dövranı baş verir. Maddələr dövranı zamanı əsasən sudur, karbon qazıdır, üzvü birləşmələrdir, azot birləşmələrdir, canlılar tərəfindən udularaq, tutularaq istifadə olunur, öləndən sonra torpağa qaytarılır. Ümumilikcə, ekosistem 3 qrup orqanizmlər təşkil edir. Bunlar produsentlər, konsumentlər, bir də redusentlərə aiddir. Produsentlər nədir? Üzvü maddə sintez edən avtotrof orqanizmlərdir. Deməli, nələr oldu? Üzvü maddə sintez edən avtotrof orqanizmlər, fotosintez edici bitkilər, siyanobakteriyalar, xemosintez edici bakteriyalar. Baxın, avtotroflara, fotosintez edici bitkilər, siyanobakteriyalar, xemosintez edici bakteriyalar, bunlar produsentlərdir. Daha sonra gəlir konsumentlər. Konsumentlər hazır üzvü maddələrlə qidalanan heterotrof orqanizmlərdir. Deməli, üzvü maddə sintez edir produsent. Hazır üzvü maddələrlə qidalanır konsument. Bunlara nələr aiddir? Əsasən ot yeyən, ət yeyən, qarışıq qida ilə qidalanan heyvanlar, bütün parazitlər, bəzi göbələklər. Daha sonra gəlir redusentlər. Üzvü maddələri ən sadə mineral birləşmələrə qədər parçalayan orqanizmlərdir. Bunlara da bakteriyalar və göbələklər aiddir. İndi qida zəncirinə baxırıq. Ümumilikcə qida zəncirində, ekosistemdə zəncir formada davam edirlər. Yəni burada günəş şüasının təsiri altında düşür produsentlərin üzərinə. Şəkilə baxsaq. Produsentlərdə məsələn bitki yeyən avtotrof bakteriyalar. Baxın, bir də yadınızda saxlayın. Burada bunu niyə verib? Çox vaxt qarışdırırlar. Hər bir belə deyim, orqanizmdən sonra redusent gələ bilər. Məsələn, produsentdən sonra
redusent gəlir. Konsumentdən sonra yeni redusent gələ bilər. Yəni ümumilikcə hər birindən sonra gələ bilər. Zəncir olaraq davam edir. Produsent, konsument, redusent. Bu formada davam edir. Amma bu redusent produsentdən sonra da gələ bilər. Konsumentdən sonra da gələ bilər. Məsələn, şəklə baxırıq qida zəncirinin şəklinə. Burada produsentlər günəş şüası təsirindən bitkilər, avtotrof bakteriyalar burada nə oldu? Günəş şüası təsirindən üzvü maddə sintezi etdi. Həmin bu üzvü maddə sintezi etdiyi bitkini və ya heyvanı yeyə bilər konsument. Və ya bu üzvü maddə sintezi olunandan sonra parçalaya bilər onu redusent. İndi konsumentlər bununla qidalandı. Konsumentlər də ot yeyənlər, ət yeyənlər ola bilər. Həmin bu konsumentlər bununla qidalanandan sonra sonda bu konsumentləri xırdıya qədər, yəni ən sadə birləşmələrə qədər parçalayır redusentlər və bu redusentlər də onu parçaladıqdan sonra torpağa verir. Bu da olur biogen maddələr. Yəni zəncir formasında davam edir. Ümumilikcə bir də yadınızda saxlayırsınız ki, bitkilər üzərinə düşən işığın 1%-nə qədər istifadə edir. Və təbii şəraitdə bu qida əlaqələri çoxşaxəli olur. Bu çoxşaxəlilər trofik adlanır. Nə adlanır? Trofik adlanır. Trofik yəni qida, trofik əlaqələr adlanır. Bu hissəni də bildik. Qida zənciri, bir də nəyi bilməliyik? Burada kitabda qeyd eləməyib, onu yadınızda saxlayırsınız. Ümumilikcə biz dedik ki, produsentlərdən sonra konsumentlər gəlir. Bu konsument birinci dərəcəli konsumentə bölünür, bir də ikinci dərəcəli konsumentə bölünür. Birinci dərəcəli konsumentlərə bitki ilə qidalanan heyvanlar və həşəratlar, məsələn maraldır, cüyürdür, dəvədir, dovşandır, siçandır, çərkədir, şaladır, may böcəyidir, yosunlarla qidalanan balıqlardır. İkinci dərəcəli konsumentlər isə birinci dərəcəli konsumentlərlə qidalanan canlılar. Üçüncü dərəcəli konsumentlər isə yırtıcılardır. Deməli, həm 1, həm 2, həm 3-cü dərəcəli konsument ola bilər. İndi qida zəncirini gəlin bir dənə burada çəkək. Məsələn, bu olsun, gəlin bir yazaq. Bu olsun ot. Ot produsentdir. Çünki üzvü maddə sintez edir. Ot nə yeyə bilər? Məsələn, otla yeyə bilər, tutalım. Siçan. Siçan, indi bunu, siçan yazdıq. Siçan əsasən, siçan yazmayaq da. Ceyran. Deməli, otu qidalanacaq ceyran. Ceyran birinci dərəcəli konsumentdir. Məsələn, bunu bildik ki, bu birinci dərəcəli konsumenti oldu. İkinci dərəcəli konsumentdə bu birinci dərəcəli konsumentlərlə qidalanır. Məsələn, ceyranla nə qidalana bilər? Tutalım ki, vaşaq ceyranı yeyir. Bu da olsun ikinci dərəcəli konsumentlər. Daha sonra da sonda da gələcək. Bu vaşaq da yedi, öldü, xırdalığa qədər parçalandı. Artıq redusent də bunu xırdalığa qədər parçalayacaq. Daha sonra, baxın, hər bir halqadan istifadə olunduqca əsasən, yəni bir növ heyvan və ya bitki deyim, bir növ digər növlə qidalanan zaman bu enerjinin 5-20%-dən istifadə edir. Yəni bu produsent 5-20%-dən istifadə edir, ötürür konsumentə, konsument redusentə. Bax bu formada. İndi 100%-in 5-20%-dən istifadə edirsə, ətraf mühidə nə qədər enerji verəcək? Məsələn, tutalım ki, birinci dərəcəli konsumentdir. 100%-in 5%-dən istifadə edə bilər, bir də 20%-dən. 5-20%-dən istifadə edirsə, yəni 7, 5-20%-ni ötürür digər zəncirə. Məsələn, produsenti yedi, enerjini təmin etdi bu konsument. Təzədən bu konsumenti yeyəcək ikinci dərəcəli konsument. O zaman öz bədənindəki 5-20% enerjini ötürəcək digərinə. Yerdə qalan bu 80-95% enerji ətraf mühitə yayılacaq. Və bu qida zənciri 4-5 halqadan çox olmur. Suni biogeosenezlər nədir? Əsasən suni biogeosenezlər insan tərəfindən yaradılır. Bunlara tarlalar, bağlar, bir də bostanlar aiddir. Daha sonra bioloji ritim. Bunu bilmək lazımdır.
Ümumilikcə bir də ekoloji piramida dedik 4-5 halqadan ibarətdir. Yadınızda saxlayırsınız. Ekoloji piramidanın ilk halqasından sonuncuya doğru getdikcə ümumi biokütlə azalır, növ sayı azalır, ehtiyat halında toplanan qida maddələrinin miqdarı azalır, enerji itkisi azalır. Bura qədər yadınızda saxlayın. İndi gəlin bir dənə də ekoloji piramida yazaq. İndi daha yaxşı yadımızda qalsın. Məsələn, elə bu şəkildə, bu formada yaza-yaza gedək. Baxın, burada sizə nə verib? Qida zəncirinə diqqətlə baxın. Zəncirdə məsələn ot bitkisindən keçib dovşana, dovşandan keçib canavara. Yəni dovşan otu yeyib, canavar da dovşanı yeyib. Aha. Ot olur produsent. Dovşan olur birinci dərəcəli konsument. Canavar olur ikinci dərəcəli konsument. Buranı bildik. İndi cədvələ verilən hansı sıralar? Baxaq, avtotrof yox, heterotrof bəli, produsent yox, birinci konsument bəli, ikinci konsument yox. Burada nə demək istəyir bizə? Birinci dərəcəli konsument də var, ikinci dərəcəli konsument də var. Avtotrof canlı, ot əsasən avtotrof canlıdır. Dovşanla canavarda heterotrof canlıdır. Aha, deməli burada birinci ota uyğun olanını tapırıq. Baxın, ot avtotrofdur. Heterotrofdur, xeyr. Produsentdir, bəli. Birinci dərəcəli konsumentdir, xeyr. İkinci dərəcəli konsumentdir, xeyr. Deməli, ota aiddir dördüncüsü. Sonra ikinci dovşana baxırıq. Dovşan avtotrofdur, yox. Heterotrofdur, bəli. Produsentdir, yox. Birinci dərəcəli konsumentdir, bəli. İkinci dərəcəli konsumentdir, yox. Deməli, dovşana da bir aiddir. Daha sonra canavara baxırıq. Avtotrofdur, yox. Heterotrofdur, bəli. Produsentdir, yox. Birinci dərəcəli konsumentdir, yox. İkinci dərəcəli konsumentdir, bəli. Deməli, canavara da aiddir 3. Sizdən bunu soruşur. Bunu izah elədiyəndən sonra birini də özüm yazım, yadımızda qalsın. Məsələn, burada elə bu otun üzərinə götürək. Birincimiz olsun ot. Həmin bu ot produsentdir. Yaza-yaza gedək. Bu ot olsun produsent. Daha sonra otla qidalanan bir canlı götürək. Məsələn, yaşıl şala. Yaşıl şala olsun konsumet. Birinci dərəcəli konsumet. Bunu götürük yaşıl şala. Daha sonra yaşıl şala ilə qidalanacaq hər hansı bir tutalım ki, sərçə. Sərçə ikinci dərəcəli konsumentdir. Sərçə oldu ikinci dərəcəli konsument. Sərçəni də yesin qartal. Qartal oldu üçüncü dərəcəli konsument. Sonda məsələn qartalla da hər hansı bir vəhşi canlı qidalanır. Tutalım ki, pələng. Pələng də versə, bu da olacaq dördüncü dərəcəli konsument. Yəni bu formada da zəncir halqam gedə bilər. Ona görə sizə izah elədim ki, yəni hər cürə halqa gedə bilir. Sonra gəlir bioloji ritim. Ümumilikcə bioloji proseslərin intensivliyi, dövr olaraq dəyişməsi bioloji ritim adlanır. Bioloji ritimlər də özü iki yerə bölünür. Sutkalıq ritim, bir də fəsil ritimləri. Ümumilikcə sutkalıq ritim zamanı yer öz oxu ətrafında fırlanması nəticəsində gecə və gündüz növbələşməsi baş verir. Yadınızda saxlayın. Çünki bu sual yəni düşə bilər, belə deyim. Time Test Bankında da bu kimi suallar var. Diqqətlə bu sualları yadımızda saxlamalıyıq. Ümumilikcə dedik ki, sutkalıq ritim yer öz oxu ətrafında fırlanması nəticəsində sutkalıq ritim əmələ gəldi. Yəni gecə və gündüzün növbələşməsi baş verdi öz oxu ətrafında fırlanması nəticəsində. Amma yerin günəş ətrafında fırlanması nəticəsində artıq fəsillər yaranır. Orqanizmin günün uzunluğunun dəyişməsinə qarşı verdiyi cavab reaksiyası da fotoperiodizm adlanır. Buna əsasən payız gülünü, zəfəranı, bir də georgini misal çəkə bilərik. Bunları da yadımızda saxlayırıq. Ətraf mühitin çirklənməsindəki atmosferin çirklənməsi nəticəsində ətraf mühit çirklənir, suyun çirklənməsi nəticəsində, torpağın çirklənməsi nəticəsində. Bunlar asandır. Ümumilikcə insan orqanizmində antropogen amillərin mənfi təsiri var. Məsələn, su çirklənən zaman zərərli komponentlərin və maddələrin su hövzələrinə tökülməsi nəticəsində yaranır. Atmosferin çirklənməsi
havaya zəhərli maddələrin buraxılması nəticəsində baş verir. Bu zaman immun sistemi zəifləyir, daxili orqanın xəstəlikləri yaranır, infeksion xəstəlik yaranır, insanın sinir sistemində çatışmamazlıqlar yaranır. Torpağın çirklənməsi zamanı bəzi zərərli maddələrin kənd təsərrüfatında kimyəvi maddələrin qeyri-düzgün istifadəsi nəticəsində torpaq çirklənir. Daha sonra kitabda olmayan hissələri qeyd edək. Ümumilikcə orqanizmin biri-biri ilə qarşılıqlı təsiri var. Bu adlanır birinci məsələn mutalizm. Mutalizm nə deməkdir? Faydalı deməkdir. Yəni hər ikisi biri-birinə fayda verir. Məsələn, qarşılıqlı təsirdə olan canlıların hər ikisi üçün faydalıdır. Baxın, arılar çiçəkdən nektar və tozcuq toplayır. Bu zaman digər çiçəyə keçəndə həm çiçək tozlanır, həm də arı qidalanır. Daha sonra parazitizm biri üçün faydalı, digər üçün ziyanlıdır. Məsələn, yırtıcı heyvanı öz şikarını yeməsi. Bu artıq yırtıcı yeyib doyacaq, yəni şikar belə deyim də, yırtıcının qarşısındakini yeməsi. Tutalım ki, pələng yeyir cüyürü. Cüyür ölür, amma pələng yeyir doyur. Cüyür üçün ziyanlı oldu, pələng üçün faydalı oldu. Daha sonra kommensalizm var. Bu da faydalı neytral deməkdir. Yəni biri üçün faydalıdır, digər üçün heç bir faydası yoxdur. Məsələn, bəzi bitkilərin toxumları heyvanların tükünə yapışaraq uzaq məsafələrə yayılır. Daha sonra rəqabət. Rəqabət hər ikisi üçün ziyanlıdır. Məsələn, şirlə pələngin, ceyranla cüyürün, qoyunla keçinin eyni qida və yaşayış yeri uğrunda mübarizə. Daha sonra amensalizm var. Bu da ziyanlı neytral deməkdir. Canlının biri üçün zərərli, digər üçün heç bir təsiri yoxdur. Məsələn, işıqsevan ot bitkisinin hər hansı bir ağacın kölgəsində bitməsi otun məhvinə gətirib çıxaracaq, amma ağac üçün heç bir faydası və ya ziyanı yoxdur. Neytralizm də elə neytral deməkdir. Canlıların eyni bir ərazidə məskunlaşaraq biri-birinə müsbət nə də mənfi təsir göstərir. Məsələn, fil ilə meymun eyni bir meşədə yaşayır, amma onların arasında heç bir rəqabət gedə bilmir. Daha sonra bizə burada şərtdə, məsələn, burada bizə enli yarpağın yarusun deyib, amma palıdlıq yarusun deməyib. Ümumilikcə palıdlıq yarusu eynən enli yarpaq kimi, bu heç onu bildik. Baxın, iynəyarpaqlı meşələrdə, yəni iynəyarpaqlı meşələrdə küknarın 3 yarusu olur. Buna birinci yarusuna aiddir ağac, küknar, ikinci yarusuna aiddir ot, üçüncü yarusuna aiddir mamır. Amma kök yarusu desə deyəsən 2-dir. Çünki mamırın kök yarusu yoxdur. Sıx küknar meşəsində 2 yarusu olur. Elə ağac, yəni ot örtüyü olmur. Elə bircə nə yarusu olur ağac. Nə ot olmur, nə də mamır olmur. Buranı da bildik. Bir də şirin su biogeosenozu haqqında danışaq. Bu kitab hissədə verilir. Mobidən ona baxın. Buradan danışım. Biyoloji müqdə Azərbaycanda. Bunu özünüz üçün bir dəfə oxuyarsınız. Verilməyib. Deməli, bu hissədən qeyd gedək. Şirin su biogeosenozu əsasən özünə məxsus bitki örtüyü heyvanat aləminə görə fərqlənir. Suyun səthi yaxşı isindiyi üçün burada plankton orqanizmlər yaşayır. Plankton azmış deməkdir. Daha yaxşı inkişaf edir. Plankton suda asılı halda olan orqanizmlərdir. Bitki mənşəli planktonlar fitoplankton adlanır. Heyvan mənşəli planktonlar zooplankton adlanır. Əsasən sahil sıxlaşması var ki, burada bu olur səth sıxlaşması. Sahil sıxlaşmasında burada su dayaz olduğu üçün günəş şüalarının təsirindən daha yaxşı isinir. Bu da fitoplanktonların daha yaxşı inkişafına səbəb olur. Dip sıxlaşmasında dip heyvanları bentoslar adlanır. Bu anadontadır, sədəf ilbizidir, xul balığıdır, həşərat sürfələridir. Su qatlarında sərbəst üzənlərdə nektonlar adlanır. Bu da balıqdır, xərçəklərdir, bir də tritonlar aiddir.